Mən Tərtər Avtovazanın direktoru Abbas Vilqar. Mən bildirmək istəyirəm ki, cənab prezident, bu günləri biz Tərtər Avtovazanında demək olar ki, fəaliyyətimiz dayanmaq üzrədir. Biz fəaliyyət göstərə bilmirik. Bunun səbəbi də bu ayna xidmət tərəfindən törədilir. Bizdən rüşvət istənilir. Bizdən qeyri-qanuni tələblər qoyulur. Bizi incidirlər. Mənim 15 gündür sistemimi bağlayıblar. Mən bilet satış edə bilmirəm. Avtobuslara Tərtərə limit 25 nəfər, bir avtobusa 25 nəfər limit qoyulur. Halbuki avtobus 45 nəfər adam tutulur. Bunlar məndən nə istəyir? Bunlar istədiyim bu günləri mən vermirəmsə, bunlar niyə belə eləməlidir? Məni niyə incidirlər? Mən qəbula gedirəm, görüşə bilmirəm. Yəqin ki, kameraları var, mən onların kameralarına, yəqin ki, nazirliyin kamerasına düşmüşəm. Getmişəm ora qəbula, cənab nazirin qəbuluna. Cənab nazir bildim orada yox idi, həqiqətən yox idi orada. Amma mən orada bir idarə rəisi ilə, bir şöbə rəisi ilə, heç kimlə mən görüşə bilmədim, mən icazə ala bilmədim heç kimlə görüşməyə. Bunlar niyə belə edir? Bunlar bizi niyə belə incidir? Bizi sahibkar olmamıza peşman ediblər. Qeyri-qanuni tələblərə, qeyri-qanuni gördüyü işlər. Bu günləri mən vergini verə bilmirəm. Mən nəysə hardan alıb verməliyim, cənab prezident. Bugün 45 nəfər, 45-50-yə yaxın avtobus, mikroavtobus qeyri-qanuni işləyir. Hamısı bunların əli ilə işləyir. Onun səbəbi də odur ki, bunların işləməyin də səbəbi odur ki, günləri Respublikada 65 avtovağzal var. 65 avtovağzal demək olar ki, hamısı da fəaliyyəti bərbad gündədir. Biz iclasda oluruq, tez-tez əlaqəmiz olur, hamısı ilə danışırıq, görüşürük, bilirik vağzalların vəziyyəti hansı vəziyyətdir. Günlər Lego maşınlar yaradıblar ayna xidmət tərəfindən. Hər maşına görə rüşvət alırlar bunlardan. Bir sənəd sifariş verirlər bunlara. Sifarişə görə 100-150 manatdan bunlardan hər sifarişə görə pul alırlar. Daşıyıcılar, bu bəllidir, hamı çörək yeməlidir, hamının ailəsi var, hamının uşağı var, hamı dolanmalıdır. Mən buna narahatçılıq eləmirəm. Bu 40-50 nəfər bu dolanmalıdır haradasa. Bunlar da bu işlə məşğuldur. Amma bunlar bu günləri bizə müraciət edirlər. Bunlar gəlib Bakı Beynəlxalq Avtovağzalına müraciət edirlər. Bizə müraciət edirlər. Tərtər Avtovağzalına müraciət edirlər. Bütün vağzallara müraciət edirlər ki, biz sizinlə işləmək istəyirik. Biz müqavilə bağlayıb işləmək istəyirik sizinlə. Aynaya müraciət edirik. Ayna xidmətinə onların reysi yoxdur. Onlar işləyə bilməz. Buradan da onlara tibbi müayinə verirlər, fərqlənmə verirlər, bıraxırlar yola. Bu daşıyıcılar dövlətin rüsumu vermək istəyir, bu bilet almaq istəyir, bu vağzallardan işləmək istəyir bunu. Buna ayna bunlara imkan vermir. Onlar sistem yaradıblar. Bu sistem də özləri üçündür. Əslində sərnişinlərin görə rahatı üçündür, cəmaatın rahatçılığı üçündür. Xeyr. Orada da o alınan biletdə də cəmaatın cibinə girirlər. Hətta bizim. Mən keçənləri onların satışına görə 2500 manat məndən pul alırlar. Bu günə kimi orada dövlət məmuru var. Mir Həmid adında, aynada. Bizə vağzallara o nəzarət edir. Hələ bu günə kimi mən ondan nə qəbzi, nə çek ala bilməmişəm. Ki, mən bu ödədiyim pulu dövlətə ödəmişəm, yoxsa bu cibinə qoyub. Biz sahibkar kimi biz neynəməliyik, necə eləyək, nəzər eləyək. Biz o qədər bezdiriklər ki, ayna xidmət tərəfindən. Biz neynəməliyik. Mən 11 nəfər işçi ilə ayna xidməti yarananda mənim 11 nəfər işçim var idi. 11 nəfər işçidən bu günlər 2 nəfər, mən qarşı 2 nəfər qalmışıq işçi. Tender keçirilir, müsabiqə keçirilir. Cəmaatın, daşıyıcıların başına oynatırlar.
müsabiqə keçirilir. Müsabiqəyə girmək 1000 manat, müsabiqəyə girməyin 1000 manat bunun xərci var. Ayna xidmət tərəfindən 1000 manat pul alınır bunlardan. Müsabiqəyə girmək üçün 1000 manat pul alınır. Mən özlərimlə danışıram. Deyirəm, biz gəlin bura, bir sürücünün vəziyyətinə baxın. Görün, bu 1000 manat verməyə qadirdir, yoxsa yox. Ya da reisin qoyub çıxmalıdır. Keçirdikləri də müsabiqə nədir? Pul, ancaq rüşvət. 2 reys Tərtərdən Gəncə reysi udulub 3000 birindən alınıbdır, əlavə Tərtər su qovşağı reysi, bu da müsabiqəyə çıxıbdı, 7000 də ondan alınıbdır. Daşıyıcını çox xahiş edirəm, hüquq mühafizə orqanlarından çağrılsın, soruşulsun bunlardan. Bu müsabiqəyə kimə pul verilir? Müsabiqə necə udulur? Bu yazıq deyil bu daşıyıcılar. Qəbullarına gedə bilmirik, görüşə bilmirik bunlarla. Söz deyə bilmirik bunlarla. Bizi heç kim qəbul eləmir. Çox xahiş edirəm, cənab prezident. Bunu nəzarətə götürün. Çox xahiş edirəm. Bunu tapşırıq verin hüquq mühafizə orqanlarına. Bunları bir araşdırsınlar. Bizə bir dənə qayğı göstərən rayonda rayon rəhbərliyidir. Çox xahiş edirəm, cənab prezident.